Salam, sabahınız xeyir, necəsiniz? Bu günlərim çox qəşəng bir gün olacaq. Saçımı baş qoşmayın. Saçımı axşamdan hörmüşəm. İstəyirəm ki, bu günə buruq olsun qəşəng belə. İndi inşallah ümid edirəm ki, buruq alınar. Deməli, bu gün Sumqayıtdan rəfiqəm gəlir. Sonra bacım mən çıxacaq şəhərə. Bilirsiniz, 6-cı gündə ad günümdür. Ona görə bir-iki şey də almalıyam ondan əlavə. Ona görə bu günlərim full bir dolu gün keçməyini ümid edirəm. Arzulayıram ki, istədiklərim hamısını taparam. Axır günə saxladığıma görəsində birazcık içimdə belə şey var, narahatlıq var. Amma necə bu? Əminəm ki, bu gün hər şeyi həll edə biləcəm. Həm də gəzəcəyik biraz, vaxt keçirdəcəyik. Çoxdan da gəlmək istəyirdi, Bakıya gəzmək istəyirdi. Heç türlü bir araya gətirə bilmirdi. Dediyi imkanlar da bitmişkən, elə konkretlə belə görüşək, hər şey bir arada toplam eləyək. İndi mən belə makyajımı eləmişəm əslində. Bu mənim makyajlı halımdır hələ. Sonra saçlarımı açacağam. Saçlarımı açacağam. Buruq olsun istəyirəm. Biraz yekə olsa da çox qəşəng sırqal taxmışam. İndi bilmirəm, bu aksesuarlardan bir dənə saat əlavə eləmək istəyirəm bura. Bu üzükdəki kakseldə pastayla barmağımda da çıxmır. Deməli, ondan sonra həm də indi planlarımızı deyim, 28-ə falan gitmək istəyirəm, mola baxmaq istəyirəm. Nə qədər olmasa molda daha belə komplet tapmaq bir şey olur da rahat ki. Sonra oradan da bir-iki mağazaya girmək istəyirəm, tapa bilməsəm, ya da tapsam da baxmaq istəyirəm. Bir də şəpit almaq istəyirəm. Şəpit yox, bu bir yay ayaqqabısı olaraq getəcək. Ondan sonra da baxarıq da görək gün ərzində nə olacaq. Nəysə, çox yormuram. İndi nəsə içək eləyək. Birazdan çıxacaq onsuz da saat 12-də 20 yanvarda görüşürük demişik. Bu videonu izləyirsə, deməli artıq günümün kiçik bir parçasına dönüşmüsünüz. Mənimlə bu kiçik gündəlik anları yaşamaq xoşunuza gəlirsə, sizdən çox xahiş edirəm. Kanalıma keçərək məni izləyin, abunə olun və like atın. Bu mənim üçün çox önəmlidir. Hepinizə təşəkkür ederim. İndiki moment üçün istəmirəm bizə yemək içməyə. Burada bunu dedim belki də süddür birazcık. Balans yaratar ki, var yeməyin yeyinə qədər. Ondan sonra da ki, görək nə olur, axırımız hələ gedir. Bığmıyorum. Size kombinimi göstereceğim. Ne şakama düştüm. Gözlüğüm. Alt belə dedi. Bir dənə söz var ki, mən belə görsəm mənim üçün bura belə olmalıydı falan. Neyse, indi tez basar buranı yığışdıracağım. Deməli, kombinimdə ağ bir şort, üstdən bordo bir kofta geyindim ki, tam belə ağa-bağa boğulmayayım. Əslində ağ kofta ilə yoxladım, amma heç də xoşuma gəlmədi. Ondan sonra saçlarımı açacağım biraz belə, daha plaj vibe versin. Sumkamı da görürsünüz. Sumka olaraq da bunu seçdim. Letni bir şey olsun. Ay, çok güzel değil mi? Bu vapşe yani ikondur. Gözlüyüm bunu. Yaxından göstereyim. Çok qəşəngdir. Yani bu mən ürəyim gedir bunu. Neyse. Bu alttan ne giyineceğim ayakkabı olarak da hiçbir fikrim yoktu. Qərar verməmişəm. Onu da çıxanda qərar açdım. Əslində burada heç nədən xəbərsiz hazırlaşıram. Günün sonunda heç bir şey tapa bilmədim. Ad günümə görə uyğun bir don falan heç bir şey görə bilmədim. Ona görə də çox məyus oldum. Evə qayıdanda əli boş qayıtdım. Ona görə heç tərkməkdə həvəsim olmadı. Açdım açmağına. Bu saat bu nöş belə oldu. Mən bunu belə gözləmirdim. Bunu dibdən belə bir şey gözləyirdim. Wow bir şey. Amma alınmadı. Nəysə, indi bunu düzəldəcəm. Çünki məcbursan çölə çıxırsan, bu başdan evdə qalanmazsan. Ama öylelikdə məncə pis deyil. Yaxşı. Gözlüyün belə eləmək olar. Alar yenə tərsə çıxmaq olar. Yox. O qədər də pis deyil. Bir də pomada vuram. Pomadaya görə belə görsənir üzüm. Ha bir dayansana. Ay. Yaxşıdır. Bir də gözlüyün pomada vuram canım. Pomada vurmadım, sadəcə soft saxladım. Burada artıq yola düşmüşük, çünki çox gecikirdik. Molun birinci mərtəbəsində kitab sərgisi və satışı kimi keçirilirdi. Orada mən ingilis, rus və türk dilində kitablar gördüm. Əslində faydalı idi. Bir neçə mağazaya baxdıq molda. Mən ad günü üçün axtarırdım əslində geyim və bunların heç bir mənim ad günüm üçün uyğun gəlmədi. Və gündəlik də geyinməyi nəzərdə tuta biləcəyim geyimlər olmadığına görə götürmədim. Amma fikir olsun deyə də çəkdim eyni zamanda və çox xoşuma gəldilər. Əynində duruşları da çox gözəl idilər. Amma yaramadılar. Ondan sonra yeməyə nə istədiyimizi qərarlaşdırıb gəldik KFC-yə. Ondan sonra oturduq, biraz yedik və söhbətlədik.
Uyumayı sandırsın. Bir şeyden de razı ol. Ama o yine daha. Görmemiş. Sen ne yapıyorsun? Ne yaptın de? Bugün değil, göremem. Aman karnım sen. Ben hepinize sabah sabah. Sentabr 27'si. Yok. Never say never. Meryem özünə kitab axtardığı üçün biz də gəldik Alivenino'ya və bir-iki kitaba baxdıq. Burada biraz oyuncaqlarla da oynadıq və daha sonra öz kitabımızı alıb çıxdıq. Gözdə burada özümə oxşayan seçim. Ah bu. Bana benziyor. Ama bunun çok bu oxşuyur mənə. Oy. Bu da oxşuyur mənə, bu da oxşuyur ama bu daha çok oxşuyur. Hanım ben sipariş edeceğim. Çok yeni kalktım. Bir de yapalım. Bu çok gerçekten. Bunu alabilirsin. Это ты нам помог. Bate var burada, bate. Da. Это что? Нет, şeydi, oyuncak stres şeyi. Stres çarkı. Ну, вообще стресс, нормально. Bate yağda da böyle keçip bate. Saçım. Dünya sağlığı etrafında fırlanır. Bu dünya, bu mən, Əlplis üstünə bonus bacım. Bizim ətrafımızda da bu fırlanır. Başa düşdük, baxın. Fırlanır. Çak kız. Çok güzel de çaktı. Yani bu hər birimizdə uşaq vaxtı olan renkləmələrdən idi. Amma bizim renkləmələrimizdə həmişə stiker olurdu. Bunların içində ama stiker yox idi. Bu içinde nakleyikası yoktu ama. Buna bakın, arkadaşlar buna bakın. Dur orada şəkil çəkirəm. Bəs indi qudurma. Herkesin maşından çəkdiyi trendi biz sadəcə market arabasıyla təkrarladıq. Sevgimizin və güvənimizin testiydi bu. Videonun axıra qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bugünlük isə bu qədər.